CCNA intervyusunda verilə biləcək növbəti sualların izahına başladıq. Cisco Discovery protokolu nədir? Cisco Discovery protokolu şəbəkə kəşfiyyat protokoludur. Yalnız Cisco cihazlarında işləyir, Layer 2 səviyyədə işləyir, qonşu cihazlar haqqında məlumatları öyrənir, qonşu cihazlardan device name, IP, platforma, interface və s. kimi məlumatları öyrənir. CDP protokolunun Open standart qarşılığı LLDP protokoludur. LLDP protokolu həm Cisco cihazlarda, həm də Cisco olmayan cihazlarda işləyir. Cisco olmayan cihazlara HP, Juniper və s. nümunə göstərmək olar. Private IP və Public IP arasındakı fərq nədir? Private IP-lər lokal şəbəkələrdə istifadə olunur. Ev, ofis və müəssisə daxilindəki şəbəkələrdə private IP-lər istifadə olunur. Eyni şəbəkədə private IP-lər unikal olmalıdır. Yəni ki, bir IP yalnız bir cihazda istifadə olunmalıdır. Əks halda həmin cihazların şəbəkə əlaqəsində problem olacaq. Private IP-lər internetdə istifadə olunmur. Yalnız daxili şəbəkələrdə istifadə olunur. Private IP-lərə 10, 10, 10, 100, 172, 16, 50, 50, 192, 168, 100, 200 IP-lərini nümunə göstərmək olar. Public IP-lər internetdə istifadə olunan IP-lərdir. İnternet servis providerlərin bizə verdiyi IP-lər public IP-lərdir. Daxildəki private IP-lər internetə çıxarkən router və firewall-umuzdakı public IP-yə çevrilərək internetə çıxır. Hansı ki, həmin public IP-ni internet providerimiz bizə verib. Public IP-lər qlobal olaraq unikal olur. Yəni ki, public IP-miz dünyada başqa bir yerdə olmayacaq. Public IP-yə nümunə olaraq 8888, 150, 150, 150, 150, 192, 200, 200, 200 IP-lərini nümunə göstərmək olar. PoE nədir? Power over Ethernet, Ethernet kabellərinin eyni anda həm məlumatı, həm də enerjinin tək bir şəbəkə kabeli üzərindən ötürməsinə imkan verən texnologiyadır. Bu, elektrik xətti olmayan yerlərdə enerji ilə işləyən qurğuların quraşdırılmasına şərait yaradır. Bundan əlavə, PoE əlavə elektrik naqillərinin çəkilməsi xərcini aradan qaldırır. PoE texnologiyası Cat 5e, Cat 6, Cat 6a kabelləri üzərindən 10, 100, 1000 megabit per second məlumat sürətini və 15, 30, 60 və 90 vata qədər enerji gücünü qurğuları ötürür. PoE əsasən IP telefon, IP kamera, wireless access point və s. kimi cihazlar üçün istifadə edilir. NVRAM nədir? NVRAM enerji kəsildikdə belə məlumatları saxlayan yaddaş növüdür. RAM-dakı məlumatlar cihaz söndürüldükdə itir. NVRAM isə RAM-dan fərqli olaraq cihaz söndürüldükdə məlumatları saxlayır. Şəbəkə cihazlarında konfigurasiya parametrləri kimi vacib sistem məlumatlarını saxlamaq üçün istifadə olunur. Misal üçün, Cisco cihazlar Startup Configuration'ı NVRAM-da saxlayır. Service Password Encryption komandası nə üçün istifadə olunur? Service Password Encryption komandası Cisco router və switchlərdə passwordləri şifrələmək üçün istifadə olunur. Beləliklə, running config-də passwordlər açıq mətin şəklində görünmür. Service Password Encryption komandasını istifadə etdikdə, lokal istifadəçi passwordləri, enable password və s. şifrələnir. Cisco bu məqsəd üçün Type 7 şifrələmə növündən istifadə edir. Type 7 şifrələmə çox güclü deyil, asanlıqla dekript edilə bilir.